Çay geldi, iyi koparacaksın. Bu Zaqatalanın Vöhtala kəndində 1989-cu ildə qurulan, hazırda isə qəzalı vəziyyətdə olan körpüdür. Rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən kəndin sakinləri uzun illərdəki problemlə üz-üzə qalıblar. Talaçay çayının aşağı istiqamətində yerləşən kəndə yalnız yük avtomobili və traktor girə bilir ki, o da çayda suyun az olduğu vaxtlarda mümkün olur. Bu körpüdə tək durmanın üstündədir. Bu da dayanmırdı, bu durbaları gedir. Çayda su çoxalanda heç nə o tərəf tayındakılar, o da qalır, bu tayındakılar bu tayında. Havalar isinsin, dağda qar var. Qar ərisin gör, bir dənə yağış yağanda çayı görəcəksiniz. Uşaqlar var məktəbə gedən, gələn. Biz ki, buradan keçirik. Biz nə tərəf qoxmuyor. Buram avtobusa gəlmir. Buradan peşkom gəlirlər. Buradan yük daşıyıb gedirlər ora kəndə. Rəhmətlik mənim babam da burada yaşayıb. O kənd uzun müddətli kənddir. O çox tarihi var o kəndin. Bu kəndə gediş-gəliş ancaq bu körpü vasitəsilədir. Başqa yerdən gediş yoxdur. Çox qorxulu vəziyyətdədir. Bizə nə bir balaca maşın keçəsi kimi körpü qursunlar, nə də bir 2 mərtəbəli ev inşa edib kəndi köçürsünlər o tərəfə. Bizim kəndin daha başqa çıxış yolu yoxdur. Neçə illə zülüm çəkirik. Taksi buradan hardasa 2 kilometr astronomika kimi yeriyib gedirik. Qışda vapşı keçmə olmur. Biz bir rahat yaşamaq istəyirik, bir gözəl yaşamaq istəyirik. Təcil yerdən bu çaya kimi gəldi bir keçə bilmirik. At arabası ilə keçitmişik xəstəni o yaza. Heç xəstəxanaya kimi də çatmayıb. Yolda vəfat olunub. Ya marşrut yoxdur, ya heç bir şey yoxdur. 1 saatlıq yol var məktəbə kimi buradan. Ya marşın yox, ya taksi yox. Vöhtala kəndində cəmi 14-15 ev var. Makov bələdiyyəsi ərazisində olan 7 kəndin birisi də İmini Vöhtala kəndidir. Əsas vətəndaşların tələb etdiyi iş körpünün təmir olunmasıdır. Bu işlərin görülməsi üçün bugün rayon icra hakimiyyətindən nümayəndələr, su varma sistemləri idarəsinin əməkdaşı, özünün rəisi və yol idarəsinin rəisi bugün burada yerdə körpünün yanında olub. Və məsləhətləşmələr aparılıb, lazım olan qaydada hər kəsə görüləsi işlə bağlı tapşırıqlar verilirdi. Burada Maliyyə Nazirliyi tərəfindən lazım olan vəsait ayrılmadan deməli bizim maşınlar üçün körpünün tikilməsi nəzərdə tutulmayıb. Amma mövcud körpünün təmiri və çaylaqda işlərin görülməsi sabahdan davam etdiriləcəkdir.